أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. اللهم صل وسلم على نبينا محمد. الله أكبر الله أكبر الله أكبر الله أكبر. أشهد أن لا إله إلا الله. أشهد أن لا إله إلا الله. أشهد أن محمدا رسول الله. أشهد أن محمدا رسول الله. حي على الصلاة. حي على الصلاة. حي على الفلاح. حي على الفلاح. الله أكبر الله أكبر. لا إله إلا الله. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. نشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن محمدا عبده ورسوله. أما بعد فيا عباد الله اتقوا الله وأطيعوا. إن الله مع الذين اتقوا والذين هم محسنون. قال الله تعالى في محكم كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. فاذكروني أذكركم واشكروا لي ولا تكفرون. صدق الله العظيم. Muhterem Müslümanlar arasında Allah-u Teala'nın bizlere bahşetmiş olduğu en üstün ve en değerli nimet iman nimeti. Biz bu nimet sayesinde fani olan, içerisi fitne fesatla dolu olan bu dünyada rahat ve xoşbəxt yaşayır. Çünkü imana sahip olan bir insanın bu dünya ile işi olmaz. Bu dünyanın dərdinə, sıxıntısına, çətinliyinə çox fikir verməz. Bəli, biz Allaha, onun ayələrinə, ahirət gününə, onun rəsuluna iman getiririk. Biz bilirik ki, Allah'ın kitabında bizə xitab edən bir ayə var. Rabbena atina fid dunya hasene ve fil ahireti hasene. Allah'ım bize bu dünyada hayır ver ve ahirette. Dünya bizim için yaşanacak yerimizdir. Bizim burada evimiz, ailemiz, sevdiğimiz insanlar var. Bu dünya bizim için ahiretten değerli bir misafir.
Çünki əbədi həyat orada olacaq. Dünya bəzən düşünürük ki, bizə ədalətsiz davranır. Bizi incidir, bizi sıxır, boğuluruq, tək olduğumuzu zənn edir. Biz Allah'ın bu ne kadar yaratmış olduğu saksız bəndələrindən biriyik. O bize şah damarımızdan daha yakın. Bu dünya bizden evvelki kişilere neler yaşattı bilirsiniz bunları. Qəpik kuruşa Yusuf Aleyhisselam'ın satıldığı dünyada yaşıyoruz. Nuh Aleyhisselam'ın 900 yıldan artık yaşadığı bu dünya. Nuh Aleyhisselam'ın yalanlandığı bir dünyada yaşıyor. Musa Aleyhisselam Kur'an-ı Kerim'de adı en çok geçen Resul. Sehirbaz deyip iftira atılan bir Resul'a, bir Peygamber'e bu dünya neler etmeyip ki bize neylesin? Ve Celal Allah Resulü sallallahu aleyhi ve sellem kime neylemişti kardeş? Gitti miydi bizim Resul? Dünyaya gelmeden atasını itirdi. 5 yaşında, 6 yaşında anasını itirdi. Arkasından babasının himayesinde büyüdü. Allah'ın Resulü olandan sonra başına getirilmeyen zulüm kalmadı. Allah'ın Resulü'nün son peygamberin daşlandığı dünyada yaşıyordu. Ve hemen o son peygamberin hayattayken özeli ondan aldığı 6 övladı. 6 övladı ne hedef verir başkası? Bu hemen dünya. Dünya değişir. Biz değişir. İnsanlar değişir. Nesil değişir. Ondan sonra gelen sahabelerin hayatına bakın. Hayattayken cennetle müjdelenmiş sahabelerin başına neler geldi? Ne zulüm geldi? Adil olan, herkesin hürmet edip sevdiği Ömer ibn Hattab radıyallahu anh bu dünyadayken saklanmadılar. Hazreti Ali, müminlerin emiri, hamımızın sevdiği, Kərramallahu vəşəhu diye tərif ettiğimiz bu şəxsiyyətimiz bu dünyada saklanmadı. Bu dünyada ona zulmlər olur. Başına neler getirir? Veya sonraki nesillere geldi de bu dünya kardeş kimlere neler eləmeyib? Hamımızın dilinde ezbere çevrilmiş bildiğimiz bir kelime var. Atalarımızdan bize miras kalmıştı ki Süleyman'a kalmayan dünyada yaşıyoruz. Niye Məsuna? Niye Süleymanları seçtik bilirsiniz? Çünkü Süleyman Allah'ın Resulüdür. Ve Allah Subhanahu Teala ona vermiş olduğu gücü, qüvvəti, malı ve mülkü ondan evvel ve ondan sonra hiç kimseye verir. Ama onu da aldı dünya paylaştı. Bizim kimimiz almadı? Sevdiğimiz insanları ellerimizden torpağa defne etmedik bu dünyada. Dünya ile aramızda olan meseleni Allah'ın duyduğu şekilde tenzimlemek lazımdır. Değerli kardeşim. Yaxşı, biz necə bilə bilərik ki? Biz dünyanı mı çok sevirik, yoksa ahireti mi çok sevirik? Bunun fərqli yolları var, ama ben birini deyə bilərəm sizə. Bizim yanımıza 2 nəfər gəlsin. Biri bizə hədiyyə vermək, biz de bizden bir şey almaq üçün gələndə. Biz hansına daha çok sevinirsə, bizim halımız oradan bəllidir. Eğer hediye veren bizi sevindirir ve bizden almağa gelen şəxs o gəlişi bizi narahat edirsə, demək ki, biz dünya edirik. İnsan fitrəti deyil, onlardır. Bir insana kimsə ister dünya ve ahiretine fayda verecek herhangi bir şey vermeye çalışırsa o sevinir ona.
Niye biz sevdiğimiz insanlardan hediye aldı sevinmiyor? Eyni şəkildə bir müsəlman qardaşımızın sıxıntısına ona yardım edəndə sevinmiyor. Fərq nədir bilirsiniz? Fərq ondadır ki, sevindiğimiz fani dünya ilə sevindiğimiz ahirət arasındakı balansı qorumaqdır. O bizdən bir şey istəməyə gələnə daha çox sevinəndə hiss edirsən ki, iman var. Ahirəti düşünürsən. Niyə? Çünki o sənin ahirətini qurtarmaya gəlir. O sənin ahirətin üçün fayda verir. Hər kəs özünü, inanın, çox gözəl tanıyır. Rəbbimiz bizi bizdən daha yaxşı tanıyır, biz də özümüzü yaxşı tanıyır. Və biz nəyə can atsaq, Allah bizi nəsib edəcəkdir. Sadəcə və sadəcə dua etmək lazım. Və Allah haqqı ilə sığınmaq lazım. Necə dua etmək lazım? Allah Rasulü sənin buyruğu kimi. Ondan sonra gələn səhabələrin, tabiinlərin, ətbəy tabiinlərin, İslam alimlərinin, sələfin etdiyi kimi etmək lazım. Allah'a və ahirət günə iman edən bir insan ən böyük dərk etdiyi Allah Subhanahu təkliyi və varlığı və heç bir şeyin ona şərik olmadığı tövfiq. Buradan başlayır. Allah'ım sən varkən mən kimə yalvarım? Allah'ım sən mənimləyəkən mən kimin yanındayım? Allah'ım sən məni ən çox sevdiyin halda mən kimdən mərhəmət və sevgi gözləyim? Allah'ım mənim dərdimi, sıxıntımı, halımı səndən yaxşı bilən birisi yoxkən mən gedim kimə halımla işləyim? Allah'ım mən bilirəm ki, mənə səndən başqa kömək edəcək kimsə yoxdur. Mən kimdən kömək istəyim? Bir dənə sənsən Allah'ım, yeganə ilah sənsən ki, sənin bir kəlmənlə ol deyəndə hər şey olur. Mən hansı işimin bu dünyada düzəlməsi üçün kimin qapısında yatır? Nə vaxt bizim alnımız səcdədə göz yaşı axıdıb da Allah'tan bir şey istəmişik və Allah bize verir. Allah sonra Allah Subhanahu özündən istəyənə istədiyini verəndir. Biz buna iman yox. Sadəcə lazım. Allah Teala hər birimizə gözəl bir şəkildə bu dünyada imanla yaşamağı, bu dünyadayken dünyanın aramızı düzəltməyi, ahirətimizi bu dünyadayken qazanmağa çalışmağı, ən əsası imanla bu dünyadan köçməyə bizə nəsib etsin. Ələ innə əhsənə kələm və bulağa nizam Kelamullahil melikil azizil alləm və izə qur'əl Qur'an fəstəmi'u lək və ansitu lealləkum turhamun. الحمد لله حمدا كاملا والصلاة والسلام على رسولنا محمد وعلى آله وأصحابه أجمعين تعظيما لنبيه وتكريما لفخامة الشان شرف صفيه فقال عز وجل من قائل مقبلا وآمرا إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما اللهم اغفر الخلفاء الراشدين أبي بكر عمر وعثمان وعلي وعلى بقية الصحابة والتابعين رضوان الله تعالى عليهم أجمعين. الله أكبر الله أكبر الله أكبر الله أكبر أشهد أن لا إله إلا الله أشهد أن لا إله إلا الله أشهد أن محمدا رسول الله أشهد أن محمدا رسول الله حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح قد قامت الصلاة قد قامت الصلاة
الله أكبر الله أكبر لا إله إلا الله. Mövzuatımız saflarımızı sıx və düzgün tutaq ki, Allah-u Teala'nın rəhməti, bərəkəti cümləmiz üzərində olsun. Arkadaşlar, dünya dedik, bak bu dünyadan bizim bir nəfərimiz, bir müsəlman bazımız dünyasını dəyişir. Və 10 gün dünyadan sonra kim vaxt olsa qalsın, elə çevrə olanlar da istəsə qalabilir. Biz çıxıb sözdən inşallah sən arasını dolduracaq. Dünya boylardır. Kimin nə vaxt kötəcəyi, necə kötəcəyi bəlli deyil. Dedim ki, Allah Teala bizə bu dünyada imanla yaşamalı və imanla bu dünyadan köçməyi nəsib etsin. Bizim qanada ehtiyacımız var, bir qardaşımızın xəstəsi var. Qrup fərqi yoxdur. Kim Allah rızasından vermək istəsə, zəhmət olmasa, salatdan sonra, namazdan sonra yaxınlaşsın. Allahu Ekber. تبارك الذي بيده الملك وهو على كل شيء قدير الذي خلق الموت والحياة ليبلوكم أيكم أحسن عملا وهو العزيز الغفور الذي خلق 7 سماوات طباقا ما ترى في خلق الرحمن من تفاوت فارجع البصر هل ترى من فطور الله أكبر سمع الله لمن حمده الله أكبر الله أكبر
الله أكبر. السلام عليكم ورحمة الله. السلام عليكم ورحمة الله. اللهم أنت السلام ومنك السلام تبارك يا ذا الجلال. Cenaze sahibinden xahiş edirik ki, cənazəni birlikdə mədən gətirsin.